Değerli qardaşlar, değerli izləyicilər, diqqətlə qulaq asın. Bütün məlumatları nəzərinizə çatdıracağım ki, sizin üçün nə sual yeri qalsın, nə də şübhə yeri ki, ay nə bilim, burası belə olar, burası belə olar. Bura Masazır qəsəbəsidir. Masazır 142 nömrəli marşrut dayanacağına 5-10 dəqiqəlik məsafədə. 569-a da bir növ yaxındır. 2 otaqdır, 2 otaq. Evin də torpağında kupçası var. Bura qonaq otağıdır. Kombi xəttləri çəkilib. Şəbəkə pəncərələrdir. Təkdaş deyil, dəyərli izləyicilər. Evin tikilişində bütün divarların üstü ilə hardasa məncə bu məsafədən hamısında kəmər atılıb, dəyərli izləyicilər. Bura yataq otağıdır. Burada da kombi xəttləri çəkilib, döşəmə polluq taxtadır, dəyərli izləyicilərimiz. Masazır, paket kupça, krişiyə çıxmağı yeri. Üstündə çornupol bu şəkildə vurulub. Deməli, elektrik işi, santexnik işi hamısı görülüb. Hamam sanuzelin bütün aksesuarları qaydasında. Krişanın üstündə ehtiyac su çəni var, 500 litrlik. Bu şulkanın yeri. Krişadan çənin suyu dolanda daşımağı üçün yeri, bu da nəm açıb bağlamağa yeri. Dəyərli izləyicilər, evin də torpağında kupçası var. Bu evin qiyməti 43.500 manatdır. 43.500 manat. Bu evin üstünə heç bir qəpik də pul qoyulmayıb. Yəni şübhə olur da, aynen makler evin üstünə pul qoyur, neynir? Aspiratorun xətti, su xətti, kanalizasiya, qaz, bu da kombi xəttləri, bu da elektrik qovşaqları. Kanalizasiya mərkəzi kanalizasiya sistemidir. Mərkəzi kanalizasiya, dəyərli izləyicilər. Kürsülü evdir. 1, 2, 3, 4, 5, 6, 7 daş kürsüdə. 7 daş kürsüdə. Üstü dəmirdən, paket krişadır. Deməli, kombimizi bura qoyacaqsınız. Kombi xəttləri, qazı, işığı, baxın, hamısı qaydasındadır. Deməli, sayğac qoyulacaq, Allahın köməyinə müraciət olunub, heç bir problem yoxdur. Heç bir problem yoxdur. Trap, kanalizasiyanın trapı. Deməli, işığın sayğacı qaza müraciət olunub, gətirib qoyulacaq. 21 gün ərzində gətirirlər də, indi məncə haradasa bir 10 günü qalıb. Belə bir evdir, 43.500 manatdır. Qiymət ev sahibinin qoyduğu qiymətdir və ev sahibi ilə sizi birbaşa görüşdürə də bilərəm. Nəmişlik yoxdur. Bütün otaqlara keçidi, tolu atılıb. Orada baxın, havalandırma üçün yer qoyulub, pol falan şişməsin. Belə, ətraflı məlumat verdim. Kimə maraqlıdır, zəng eləsin. Kredit, ipoteka, nisiyə, barter, sonra verərəm, yoxdur. Sağ olun.